Herkese salam. Bugün sizlə birlikdə Şeqlam məhsulları yoxlayacağıq. Şeqlamda məndə Şeqlamın sadəcə bu məhsulu var idi. Bu bulaşı var idi. Çox qəşəng idi, razı idim, amma biraz pigmentasiyası yaxşı olsa da qalıcılığı o qədər yaxşı değildi. İndi isə aldığım məhsullar daha çox viral olan məhsullardır. Məsələn, bu highlighter. Bu glitterdir göz üçün, amma pomada kimi, yəni ruj kimi çəkmək üçün. Daha sonra belə bir kontur və bir də göz qələmi. Göz qələmi məndə hal-hazırda məndə Kiko'nun göz qələmi var, ağ rəngdə. Kiko'nun göz qələmi var, amma bunu da aldım ki, ikisini yoxlayayım. Kiko 10 eurodur, bu isə sadəcə 2 euro 50 sentdir. 4 qat aradakı fərqə dəyər yoxsa yox, onu sizlə bölüşəcəm. Üzümdə sadəcə nəmləndirici var, başqa heç bir şey yoxdur. Tananni istifadə edə bilərəm, amma bu dəqiqə istifadə etmək könlümdən keçir, amma sizə görə Tananni'nin üzərində bunları göstərməliyəm. Ona görə True Match, mən normal günlərdə də ağır Tananni yox, sadəcə True Match istifadə edirəm. Başlayaq konturdan, məncə. Konturdan başlayaq. Sizə digəri kimidir, mən elə düşünürəm. Eyni qablaşması eynidir. Mən bu qablaşmanı çox sevirəm. Rəng biraz tündür. Mən buradan biraz yekədir, qızlar. Biraz da çənəmizi belirginləşdirək. Bunu fırça ilə dağıdacağım. Teksturası çox yüngüldür. Biraz geç dağılır. Biraz geç dağılır, ama baxın. Baxın. Gördüğünüz kimi hələ biraz da üstündən gedib dağıda bilərim. Bir dəqiqə. Alnıma çox da açıq qoymadığım üçün əslində balacalaşdırmasam da olardı. Amma yəni alnı çolkası olanlar bu balacalaşdırma işləmini eləyə bilərlər. Yəni çox da ehtiyac yoxdur. Amma üzümdəki məncə görünür. Vallahi gözlədiyimdən yaxşıdır. Yaxından baxın. Yəni bəyəndim. Məndən vay qaldı. Bu arada almacıqlarımı belirginləşdirdi. Digəri isə highlighterdır. Bunun məndə ağ rəng highlighter Rare Beauty almışam deyə mənim üçün mənasız oldu bunun ağ rəngini almaq. Yəni dedim onsuz da ağ rəng highlighterım var. Ona görə bunun nisbətən bənövşəyi highlighterını almışam. Yəni daha çox blush həm də highlighter rolunu oynayır. Bunu da açım gəlim. Aha. Açdım. Bu rəngi şəkildə çox qəşəng göründü. Ümid edirəm həyatda da o qədər qəşəng görünər. Bunun da qablaşması digərləri ilə eynidir. Ay, bu rəngi çox qəşəngdir. Amma aplikatoru digərləri kimi deyil bunun. Aman tanrım. Bu necə bir qəşəng rəngdir. Tanrım, bu çox güzel. Aman. Çok qəşəngdir. Çok qəşəngdir bu rəngi. Oo, çok qəşəngdir. Ay, parıltısı da çok qəşəngdir. Kızlar, çok beğendim.
Üzü şüşə kimi göstərir. Çox qəşəngdir. Sizcə çox təbii durur. Bəyəndim. Bəndən 10 puanı aldım. Bir sözlə qızlar, bu üçlü çox qəşəngdir. Çox qəşəngdir. Alın, aldırın, çox bəyəndim. Bu arada yenə deyirəm, xanımlar, xahiş edirəm, başqa səhifələrə baha verib almayın. Bunun orijinal qiyməti 4 evro, 5 evroda, 9-8 manatdan sizə səhifədə 39 manat verib bunları almayın. Çox qəşəngdir. Bundan sonra yay boyunca bunları istifadə edəcəm. Gəldik ən sevdiyim məhsullardan birinə. Bu göz gliteridir, amma gel formasında. O qədər qəşəng teksturası var. Bunu bir rəfiqəmdə görmüşdüm. Gördünüz. İndi siz bunu qara tenin üzərindən də düşünün, amma mən qara ten vurmayacağam. Sadə. Çox qəşəng teksturası var. Elə bir gözünün üstünə necə izahayım, su çəkirsiniz. Çox qəşəngdir. Gəlin onu dağıdaq, amma belə qalmasın. Bütün rənglərin üstündən çox qəşəng görünər. Bütün çox qəşəngdir. Simsim görüntü sevirsinizsə bunu da sevəcəksiniz. Amma simsim görüntü sevmirsinizsə çox da bunu sevib. Görək tökülür. Biraz göz altına tökülür, amma mən simsim görüntünü çox sevdiyimə görə mənim üçün heç bir problemi yoxdur. Digər məhsul isə göz içi ağıdır, amma bu makyaja göz içi ağı o qədər də qəşəng getməyəcək. Çox qəşəngdir. Bu da çox qəşəngdir. Hamısını bəyəndim. Allahım, çox sevdiyim. Hansısa məhsulu bəyənməyəndə keyfim pozulur ki, buna pul vermişəm, bu niyə belə çıxdı? Çox qəşəngdir. Mən highlighter'ı roz rəng vurdum deyə blush vurmadım, amma siz blush vurub üstündən highlighter'ı vura bilərsiniz. Makyajım bu şəkildə idi. Məhsullarımın əksəriyyəti şeqlam idi. Mən çox bəyəndim. Siz də bəyənsəz Shine'dan sifariş edə bilərsiniz. Saçımı bu şəkildə topladım ki, makyajımı daha yaxşı görəsiniz. Yəni makyajım bu şəkildədir. Üzdə duruşu falan hamısı mən çox bəyəndim. Bu arada bir şey vurğulamaq istəyirəm xanımlar. Xahiş edirəm, öz sifarişinizi Shine'dan özünüz verin və çox baha səhifələrə aldanmayın. Çünki bu məhsulların hər birinin qiyməti 5 evro, 4 evro, 3,80 bu şəkildə dəyişir. Buna görə gedib hansısa səhifəyə 40 manat verməyə dəyməz. Sağ olun, salamat qalın.